Üzünüzdəki sanaq probleminin çarəsini tapa bilmirsinizsə, səbəbi bağırsaqlarınız ola bilər. Bəli, dərimizdə yaranan istənilən qızartı, səpki, sanaq və ləkələrin birbaşa bağırsaqlarımızla əlaqəsi var. Deməli, bizim bağırsaqlarımızda milyonlarla faydalı bakteriyalar yaşayır və bu bakteriyalar həzm sisteminə dəstək olur, bədənimizdə xoşbəxtlik hormonu adlanan serotonin yaranmasına dəstək olur və eyni zamanda içdiyimiz vitaminlərin qana sorulmasını təmin edir. Lakin düzgün qidalanmadıqda, antibiotik qəbulundan sonra, yaxud da ki, keçirdiyimiz hansısa bir xəstəlikdən sonra bağırsaqlarımızdakı bu cür faydalı bakteriyalar azalmağa başlayır və bağırsaq keçiriciliyi artır. Bədəndə yaranan iltihabi proseslər isə üzdə sanağa, səpkilərə və dəri xəstəliklərinə səbəb olur. Fikir vermisinizsə, həkimlər dəri xəstəliklərinin müalicəsi zamanı pasientlərinə ilk bağırsaq dərmanı yazırlar. Deməli, sağlam bağırsaq, sağlam dəri deməkdir. Əgər siz də sağlam bir bağırsaq florası istəyirsinizsə, simbiotik tabletlərindən istifadə edə bilərsiniz. Bildirim ki, simbiotik tabletlərinin tərkibində faydalı bakteriyalar olan probiotik və prebiotiklər var. Bəzən sadəcə probiotik qəbul etmək kifayət eləmir, çünki həmin probiotiklər bağırsaqlarımızda yaşaya bilmirlər. Bu məhsulun tərkibində olan prebiotiklər həmin faydalı bakteriyaları qidalandırır və onların çoxalmasına səbəb olur. Nəticədə bağırsaq florası bərpa olur, bədəndəki iltihab azalır, dəridəki sanaqlar və allergiyadan qaynaqlanan səpkilər təmizlənir. Dəri xəstəliklərinin müalicəsi zamanı həkimlər simbiotik tabletlərindən gündə bir dəfə yemək arası 20 gün müddətində qəbul etməyi tövsiyə edirlər. Və bildirim ki, məhsulun içərisində 2 ədəd list var və hər listdə 10 ədəd tablet yerləşir. Yəni bir qutusu dəri xəstəliklərinin müalicəsi zamanı sizə kifayət eləyir. Antibiotik qəbulundan sonra yaranan bağırsaq pozulmaları zamanı isə məhsulun sadəcə bir listini istifadə eləmək kifayət eləyir. Bildirim ki, antibiotika əgər başlayırsınızsa, gündə bir dəfə yemək arası bu tabletdən qəbul edirsiniz və 5-10 gün müddətinə qəbul eləsəniz, bağırsaq floranızı bərpa etmiş olacaqsınız. Polşa istehsalı olan simbiotik tabletlərini bütün apteklərdən əldə edə bilərsiniz.